Salam əziz şagirdlər, hər vaxtınız xeyirli olsun. Mən Elnur müəllim. Bu gün sizlərə Cəfər Cabbarlının Oqtay İloğlu əsəri haqqında ən vacib məqamları diqqətini çatdıracağam. Bizim bu videoza 3 hissədən ibarət olacaq. Yəni qısa video izahlar olacaq ki, siz rahat şəkildə izləyə biləsiniz. Keçək əsərimizin təhlilinə. Baxın yoldaşlar, ilk öncə burada iştirak edənlər var. Təbii ki, iştirak edən adlarını biz bir-bir baxacağıq. Oqtay İloğlu, Səməd bəy, Aslan bəy, Tamara, Şahqulu, Muxam, Özdəmir, Firəngiz, Gülgəz, Nadia, Xaspola, Şəkinski, Elxanlı, Şvars, Sevər, Hacı Zaman, Nərgiz, Mazandaranski, Dursun, Rüstəm və Mor. Bunlar əsərdə iştirak edən obrazları keçək əsərə. Birinci pərdə başlayır təbii ki. Birinci pərdə səhnənin arxası. Demək, solda Oqtayın bəzənəcəyi yer, aktyorlar Gava qiyafələrində ora-bura gedirlər. Yəni, demək, Gava piyesini oynayacaqlar. Həmin piyesa olan qiyafə, geyim geyiblər, ora-bura gedirlər. Nadia gəlir. Firəngiz, qoy pərdə qalxsın, Aslan bəy lojaya otursun, sonra gələrək. Yoxsa bizi burada görərlər. Hələlik Oqtayla məşğul olur. Baxın, Firəngiz Oqtaya vurulmuş gənc bir xanımdır. Nadia da Firəngizin rəfiqəsidir. Aslan bəy isə Firəngizin qardaşıdır və qardaşından ehtiyat edir ki, birdən qardaşı Oqtaya yaxınlaşında görər. Ona görə Nadia məsləhət görür ki, qoy Oqtay lojada otursun. Lojada belə deyək də adlı sanlı insanlar üçün ayrılmış səhnənin bir hissəsidir. Lojada otursun, sonra gedib Oqtayla görüşək. Firəngiz deyir, yaxşı Nadia, bu gün də daha utanmayacağam, gələcəyəm. Nadia, mən səni gətirərəm, hələ gəl. Oqtay. O tam başqa bir sözdür. Oqtay və Tamara indi burada məşq edirlər. Oqtay Tamaraya sözləri öyrədir. O tam başqa bir sözdür. Sonra zalim, yırtıcı bir hökmdar qarşısındasınız. Əllərinizi qorxulu bir həyəcan içərisində uzatmış. Bax belə deyirsiniz. Söylə. Tamara deyir. Onun xabarı bala yoxdur. Oqtay. Yenə bala, belə belə. Yəni burada Tamara gürcü olduğu üçün belə əvəzinə bala deyir. Nu bala deyirəm. Bala. Oqtay. Bala etrə rəbini yox. Bəla etə nesas deyə. A belə eto znaçı tak. Dursun. Oqtay, salonu dağıtdılar. Saat ondan işləyib. Oqtay Dursuna. Bu saat siz öyrənin, mən bu saat. Dursun. Bəs biz nə sayaq eləyik? Gecə keçdiyi heç bir şey hazır deyildir. Oqtay, Xaspolat gəldimi? Yox. Şəkinski heç bir. Təbii ki, burada Xaspolat və Şəkinski haqqında məlumat verən obraz Dursun. Dursun onların gəlməməyi haqqında məlumat verir. Oqtay, dedim ki, evlərinə adam göndərir. Dursun, 3 yol göndərmişəm, evdə yoxdur. Oqtay, axı indi mən başıma nə daş salım? Bu da insanlıqdır ki, cəmaatı 4 divar arasından doldur da, özün baş götür, çıx get. Axı bir anlamalıdır ki, onsuz da teatrdan qaçan xalqımızı yalvara bilet satdığını 3-4 zavallını da qaçırırsınız. Mazandaranski. Oqtay, antreprenyor mənzil pulunu istər. Yəni, mənzil pulu, o kirayə pulunu istəmək barədə Mazandaranski məlumat verir. Deyir, pərdən əvvəl mənim pullarım verilmə. Yəni, mənim pullarımı verin, sonra teatronuzu davam elətdirin. Dursun, indi nə etməli? Oqtay, bəs Tabasaranski haradadır? Get söylə, adamlar gəlməmiş, adam tapsın. Mazandaranski, Raboçilər də dediyi, hamısı getdi, çıxıb getdilər. Dursun, Oqtay, bu gecə heç bir şey çıxmayacaq. Cəmaat da hazır, çarəsi yox. Onu saxlamalı. Təbii ki, biz burada onu ilk saxlamalıyıq sözünü biz Dursun dinlə eşidirik ki, Dursun deyir ki, bu gecə onu saxlamalıyıq. Oqtay, olmaz. Sən get söylə, adamlar gəlməmiş. Xalqı oyuncaq kimi əldə oynatla bilməz. Bu gün saxlasan, sabah kimsə bu qapıdan keçməz. Bir nəfər də olsa, oyun getməlidir. İvanovska haradadır? Şahquldur. Oqtay, Ivanovska Gavadan əvvəl Zohakin taxt tacını zərbini yönəltdirdi. Deməli, oyun qurtardı. Oqtay, Əsəd bəy onu görmədimi? Şahqulu. Əsəd bəy ona dedi ki, oyun cəmiyyət xeyriyyət üçün oynanılır. Sabah cəmiyyətin pulundan da olsa, mənzil kirası verirəm. Qulaq asmadı. O da dedi, oynamasını çıxdı getdi. Dekorasiyaları söküb hərəsini bir divara sökürdü. Özləri də getdilər. Oqtay, yəni kassada heç pul yoxdur, heç olmasa Şahqulu. Baxdılar, vurdu, 8 manat var, onu da paltar üçün demək vermişdilər. Oqtay deyir, Allahu Əkbər. Oqtay, Şahqulu deyir, Oqtay, indi ki Əsəd bəyə demişsən, gəlin oyunu saxla, başqa sərəsi yoxdur. Oqtay, olmaz. Oyun saxlamaq xalqa çiyiridirsin. Yəni bunu biz burada görürük ki, yoldaşlar, Oqtayın ətrafında olan bütün aktyorlar belə deyək də iş bacarmazdılar, fərsizdir, öz rollarını bilmirlər, hamısı bir ağızdan oyunu saxlayaq deyirlər. Yəni təcrübələri yoxdur. Oqtay amma tək də olsa mübarizə aparır və deyir ki, oyun saxlamaq olmaz. Yəni hər nə olsun, bir nəfər də olsa biz oyunu aparmalıyıq. Olmaz, oyun saxlanmaz. Xalqa çiydirirsiniz, anladınızmı?
Şaqqulu al bu üzüyü apar ver, söylə sabah parası düzəldib verək. Baxın yoldaşlar, Oqtay öz barmağındakı nişan üzüyünü çıxardır. Demək, biz görürük ki, nişan üzüyünü çıxardır. Şaqquluya verir ki, apar kiraya puluna ver, sonra pul düzəldib verərik, mən üzüyümü götürərəm. Şaqqulu gedir. Tabasaranski nə oldu Dursun? Dursun Tabasaranski kefləm yatmışdı. Baxın, biz bayaqda Şaqqulu haqqında, sonra Şəkinski haqqında, sonra Tabasaranski haqqında məlumat verən kimdir? Dursun. Dursun deyir ki, Tabasaranski keflənib yatmışdı. Dedi cəhənnəm olsun hamısı, oynamasın. Deyir, mən rejissoram belə deyirəm. Demək, biz Dursun da eşidirik ki, Tabasaranski rejissor. Tabasaranskinin rejissor olmasını biz təbii ki, Dursunun dilindən öyrənirik. Oqtay, bunlar Azərbaycan xalqı üçün sənət yaradacaq, mübarizə aparacaq, səhnə düzəldəcəklər. Dursun, get söylə, birinci pərdədə Həsən Xaspoladın rolunu oynasın. Xaspolat olmadığı üçün Həsən Xaspoladın rolunu oynayacaq. Mazdandanski, canım, düz gəlmir, oynamağa yanında qiyamət qopması ki, Rüstəm, Oqtay, qılıncım yoxdur, ha, bir qılıncım olmamağını gəlib Oqtaya deyirlər. Oqtay, İlyas Gil qapıları bağla meyxana deyirlər. Dursun deyir ki, Oqtay, İlyas Gil qapını bağla meyxana deyirlər. Həsən də qumar oynayır. Baxın, Həsən qumar oynayır. İlyas Gil meyxana deyirlər. Rüstəm deyir, mənim qılıncım yoxdur. Qulaq asmarlar. Tamara, Oqtay, daha məni gedib soyunum da. Oqtay, İlyas, bir dəqiqə durun. Şəkinskiyə, bu oğlan aşıqdır, Leyladır bir gözlər. Təbii ki, burada biz Şəkinskinin dilindən, Şəkinski o səhnəyə gezdirəm. Şəkinskinin dilindən eşidirik ki, bu oğlan aşıqdır, Leyladır bir gözlər. Yəni, bu ifadə Şəkinskinin dilindən çıxır. Oqtay deyir, Zəhrimar Leyladır bir gözlər. 8 saatda cəmaat gözlər. Saat 11-də durub gəlmirsən ki, Leyladır bir gözlərə. Şəkinski deyir, saat 11 hardan oldu? Neyləm, acından ölməyəcəm ki, işimi bitirməmiş durdum gəldim. Deyəsən, saman yeyəcəm. Top kimi patlayıb. Sanki əlimdə imperial filan sayacaqdır. Oqtay, əzizim, quzum, gözüm, mən pul alıram, sən yox. Boyuna götürmürsən, cəmiyyətdən utanmırsan, bu barı cəmaatdan səhnədən utan. Xaspola, Oqtay, mən hansı qapıdan çıxacağam? Şaqqulu, heç qapı var ki, çıxasan? Oqtay, odur da, Xaspola, əzizim, bu vaxtacan hardasan? Artıq Xaspolatan Şəkinski gəldi. Şəkinski gələn kimi dedi ki, bu oğlan aşıq deyil, adı bir gözələ. Başqa bir işlə də məşğuldur, ona görə həmin işini görüb gəlib. Eyni zamanda Xaspolata gəldi ki, əzizim, deyir ki, bu vaxtacan hardasan? Oqtaydır. Xaspola, valla Oqtay, bir ki orucum qalmışdı. Bugün iftarı açdım. Yəni, oruç tutub iftar açan kim idi burada yoldaşlar? Xaspolatdır. Oqtay deyir, oruç sənin belini sındırsın. Yəni, Xaspolat haqqında deyir də. Gəl bura, Muxan oturdu, soldan çıxdın. Baş əydi, əyil, özü əyil. Xaspolat, Oqtay, mən orada elərəm. Oqtay, sözünü deyir. Xaspolat, Oqtay, vallah mən axşam deyərəm. Oqtay, canım axşamdır da, saat 11-dir ki, evini Allah yıxmasın. Hanır oğlum? Xaspolat, vallah yadımdan çıxıb evdə qalıb. Oqtay, of, Allah qırsın sizə. Yaxşı, baş əydin, əyi də, qardaş, belinə ağız bitməyib ki. Xaspolat, Oqtay, atam, mən oynamıram, bəssən, gül kimi əlimdə işim, alış-verişim. Demək, burada Xaspolat alış-verişdən məşğuldur. Biz görürük ki, Xaspolat burada alış-verişdən məşğul. Eyni zamanda oruç tutur, demək, iftar da açan adamdır. Şaqqula, saat 12-dir, onsuz da oyun olmayacaq. Get o başdanlığa. Oqtay, Mazandaranski, get, bu saat get, sənə deyirəm. Xaspolat, haydi, sən də get, Spulyordan, kitabdan al, sözlərinə bax. Mazandaranski, saat var ki, oxusun. Oqtay, Şəkinski, get geyim. Dursun. Oqtay, üzüyü verdim İvanovskiyə. Bax, bayağı vermişlər, üzünü vermişdi ki, getsin mənzil kirasını versin də. Üzüyü Dursun, İvan verdim İvanovskiyə, indi də rabotçular çıxıb gediblər. Deməli qaldı. Oqtay, Allahu Əkbər, Şaqqula. Uşaqlara soyunsunlarmı? Oqtay, kimsə soyunmasın, özüm işləyəcəyim. Şaqqulu, dekorasiyalar haradan tapacaq? Mux yox, çəkiz yox. Oqtay, yerdən bir tök götürür. Budur çəkiz, canım, çıxar, özüm hər şey tapar, düzəldərəm. O, Rüstəm, Oqtay, mənim qılıncım yoxdur. İvanovski vermir. Oqtay, get söylə borclu versin, yoxsa gəlib hamısını ayaq altına tökər, paramparça edərəm. Bu sağ divar, qaldır, götürürlər. Pərdə qalxır, Oqtay səhnə arxasında otağa girir. Oqtay, gün aydın, Səməd. Əli neçin qanımış? Bağlan. Səməd Oqtayın dostudur. Yəni ki, bir yoldaş da dostluq edirlər. Oqtay, heç mıx dağıtdı. Yəni, o səhnə düzəldərsən əlinə mismar batıb. Səməd, Oqtay, dünən anam bizə gəlmişdi. Yalvarıb məni göndərdi, axı belə iş olmaz. Oqtay deyir, Səməd bəy, istəyirsiniz sözlərinizin hamısını əzbər söyləyəm. Atadan sonra dükan bağlandı, malı dağıldı, evə gezəcəksən, çörək yox, bilmirəm, odun yox. Bunlar hamısı bilirəm, netmə. Baxın, yoldaşlar, bəzən bu ifadən elə bilirlər ki, Səməd deyir, xeyr, Oqtay deyir, Oqtay yanına deyir ki, Səməd, onsuz da mən bilirəm, sən bunları deyirsin. Yəni, bu ifadələr Oqtayın dilindən, Səmədin dilindən deyil. Dildə demək asandır. Baxın, deyir ki, dildə demək asandır. Hə,
De ki, dildə demək asandır. Nə olsun, yəni deyirsən də, bir ana bir naxoş qız qalmışdır abaşsız. And içir, 3 gecədir xəstə uşaq qaranlıqda yatır. Neft almağa pul yox, çox da bilirsən, çarə etmirsən. Oqtay deyir, doğrudur. O zavallılardır, fəqət edə bilmirəm. O zavallılardır. Çünki Səməd bəy, mən qocaman bir xalqı, onun saadətini, gələcəyini 2 nəfər qadının istirahətinə fəda edə bilmərəm. Səməd deyir, istirahət istəmirlər. Bir parça çörəyi nə deyirsən? Mən xalq deyə özümü şəhid edəcəyəm. Qiymət verən kimdir? Hətta doğma əmi, bax Səmədin eşidirik ki, hətta doğma əmi bu gecə nişanlısını özgəyə verdi ki, mən arvad tuman gəldimi qız vermirəm. Təbii ki, bu Oqtay nişanlı idi, öz əmsi qızla nişanlı idi. Əmsi götürüb qızı başqasına verir ki, nədir, Oqtay burada nə edir? Demək, arvad paltarı gelib səhnədə çıxış edir. Oqtay, mən heç bir şey istəmirəm. Mən bu yol girərkən xalqımdan altın taclar istəmirdim. Mən o şey istəyirdim ki, onu da demək alıram. Səməd deyir. Demək, Səməd deyir, mən də xalq üçün çalışıram, cəmiyyətdə, uprava üzvüyəm. Fəqət elə işdir ki, adım sanım, yoxsa xalq, mən özümü unutacağam ki, Oqtay, xalq və mən bu iki söz birlikdə sığışdırılmaz. Ya mən olmalıyam, ya mənim üçün xalq olmalıdır. Ya o olmalıdır, ya mən olmamalıyam. Mən baxdım, ikincini götürdüm. Və o gün Oqtay bir şəxsiyyət olmaq üzrə yoxdur. O, Eloğludur. Bax, özünü Eloğlu adlandır. O, böyük bir Fuahidin kiçik bir parçası. Səməd, Oqtay, cozuq olma. Qubernatora Dilman lazım. Dilman yolu tərcüməsi lazımdır. Adi 70 manat donluqdur. Donluq maaş deməkdir. Demək, qubernatora tərcüməsi lazımdır. Adi 70 manat da maaş verir. Amma kənardan 7-800 gəlirim var. Yəni, rüşvət alırsan da, 7-800 rüşvət alaraq gəlirim olacaq. Həm də cəmaat içərisində adın, hörmətim. Düyü yağ minnətində mində. Mən səni göstərdim. Dedim, Rüşidiyyəni bitirmiş, idraçda Rus-Azərbaycanın gözəl savadı var. Demək, Rus-Azərbaycanca savadın olmaq səbəbi nədir? Çünki o Rüşidiyyəni bitirib. Budur, yalvar ki, göndər gəlsin. Axır ki, düzəltmişəm. Oqtay deyir, çox razıyam Səməd bəy, Səməd. Sənət sevirsənsə, eşitdim ki, yəni, əgər işləmək istəmirsən, sənətə görə qalasansa, eşidirəm ki, səni böyük bir pul ilə Rus sərhədinə çağırırlar. Git, həm təqdir olunarsan, həm pulun o vaxta qədər xalq alınarsa, işlər yolun düşərsə, qayıdıb gələ bilərsin. Oqtay, ha, aldanırsan Səməd bəy, aldanırsan. Bunu bizim üçün kim edəcəkmi? Başqalarından səhnə, mədəniyyət, hər şey var. Bizdə yox. Yaşamaq istəyirik, yaratmalıyıq. 20-ci əsrin təkamülündə, bax, diqqətli oluruq, bəzən bunu 19-18 verək ki, 20-ci əsrin təkamülündə qarşı, yəni inkişafına qarşı bu yazıq xalqı tək buraxıb qaçmağı kim özünə layiq bilirsə, bilsin, mən bilmirəm. Şahquludur, Oqtay, bir dəstə adam gəldi, 20 nəfərədək yaxşı geymiş, hamısı da bilet aldı. Şahqulu biletin satılığı haqqında məlumat verir. Səməddir, Oqtay, mən gedirəm, ağlını topla. Həm çalışacaq, həm də ac qalacaqsan. Həm də xalq sənə güləcək. Arsız oyunbaz deyəcəklər. Oqtay deyir, Səməd bəy, gedin. Mən heç bir zaman sizə dəyməyəcəyəm. Mən bir mübarizəm cəhpan bu. Yolum görürəm çox ağır. Qoy mənə gülsünlər, anlamasınlar, söysünlər. Fəqət bu dərin uçurumda keçəcək. Keçilməz dağları, sıldırım qayaları, çeynək parçaları və özür istəyirəm. Bu keçinməcəklər arasında bir səhnə, bir yoxdan bir var yaradacağam. Səməd deyir, fəqət indik anan yazı bacın, Oqtay deyir, bacım da xalqdan biridir. Onlar da xalq özü düşünür. Yəni, mən xalq üçün çalışıram, xalq bacımı da, demək, anamı da düşünür. Yəni, mən beləlikdə bir xalqımı, vətənimi 2 nəfərə qurban verəmərəm. Mən xalq üçün, millət üçün çalışıram, onlar da mənim bacım üçün, demək, əlinə gələn edəcəklər. Mazdanından hansı gəlir? Aldanırsan Səməd demək deyir ki, aldanırsan Oqtay, hər halda görüşərik, gedir, Mazandanski gəlir. Mazandanski, Oqtay, 4 nəfər çadıral müsəlman qadını gəlmiş, örtülü rojada oturmuşdu. Şahqulu deyir, yox ha, bir baxım, Mazandanski, Oqtay, hanı o, kağız, hanı o? Şahqulu, kim verdi, səhnə getməyəcəksən ki? Mazandanski, bir Rus qızı, yoldaşı da var. Şahqulu, elə onlardır, gördün, amma xafif ki, onları müsəlman bilmişəm. Bir baxsana, Mazandanski, sən qapıya bax. Möhtərəm Oqtay bəy, yəni Oqtay göndərən məktubu oxuyan obraz yoldaşlar kimdir? Mazandanski Oqtay göndərən məktubu oxuyur. Oqtay, möhtərəm Oqtay əfəndi, məharətiniz məni çox sevindirir. Sizinlə görüşmə müsaad edəcək olursanız, məmnun olaram. Firəngiz, çıx, daha bura sənin yerin deyildir. Oqtay gəlir, bir Rus qızı verdi. Oqtay indi alıb oxuyur. Doğrudanmı? Söylə gəlsinlər. Sən də lütfən bir dəqiqəlik, ox. Şahqulu çıxır, Firəngiz və Nadia, demə 2 rəfiqi daxildirlər. Nadia, prostite, что беспокойно. Ancaq bu qız rahat olmur. Oqtay, buyurun, Firəngiz, sağ olun, gedəcək. Nadia, biz Rus teatrlarına da gedirik.
Firəngiz, mən çox arzu edirəm ki, bizim də dilimizdə belə teatrlar olaydı. Nadia, indi 3 dəfədir ki, Aslan bəy gətirir. İlk əvvəl qaçaqlılara gəldik. O qədər sevinmişdir ki, o gündən adın dilindən düşmür. Demək, ilk əvvəl yoldaşlar, demək, Şillerin Qaçaqlar əsərini oynadılar və həmin əsərə gəldiler. Məktəbdə evdə bir aktör söz danışıldı mı, dərhal bizim də teatrımız var. Oqtay Karlı Gözəl oynayır deyə araya atılır. Özünüzü də görmək istəyərdi. Bir ayda rahatlığı yoxdur. Ancaq Aslan bəy qorxusundan gələnmir. Oqtay, mən çox şadım. Aslan bəy kimdir? Firəngizin qardaşım. Yəni biz burada artıq Aslan bəyin Firəngizin qardaşı olduğu ilə Firəngizin dilindən eşidirik. Nadia, bu prova vəzifə indi də ondan gizli gəlmişik. Oqtay, necə təşəkkür edəcəm bilmirəm. Adətən bizim Azərbaycan xanımları teatra gəlmir. Hamısı evlərdə. Nadia, onu da qoymurlar, atlıcı qoymur. Qardaşı gizlində gətirir. Evdən çıxarkən çadıra örtürür. Sonra Aslan bəylə gedir. O sözdür, yəni bunu demək, bura teatra gətirən Aslan bəy, təbii ki, Aslan bəy də öz xeyrinə görə gətirir ki, zahirən demokrat kimi görünsün. O biz təbii ki, bunu anamın kitabını Rüstəm bəyə bənzədirik. Zahirən demokrat kimi görünsün ki, sabah belə deyək də buna iş versinlər, desinlər ki, bu demokratik adamdır ona görə. Əslində öz məqsədi üçün batısını gətirir teatra. Aslan bəylə gedir, o söz demir. Ancaq buraya gəldiyimiz bilsə qiyamətdir. Ona görə pərdən arxasına gəlmişim. Firəngiz, siz çox gözəl oynayarsınız. Mən çox sevindim. Nadia, deyək ki, Oqtay Karlı Ruslardan yaxşı oynayır. Oqtay, valla xanım, o qədər mütəəssirəm ki, zəhmətimə qarşı adətən hər kəsin töhmət görən zavallıları siz sevindirirsiniz. Firəngiz, sağ olun. Mən hələ sizin oyunlarınıza gələcəm. Bir də buraya gəlsə buraxalarmı? Mane olmaram ki, Oqtay, nə zaman gəlsəniz, məni çox sevindirdiniz. Firəngiz, mən sizin üçün çiçək də gətirəcəyəm. Nadia, çiçəkləri verdi. Sən demə çiçəyi gətirib sadəcə utandığından vermək istəmir də. Çiçəkləri ver də, nədən utanırsan? Neçə gündür deyir ki, mən də sizin kimi öz aktyorumuza üçün çiçək aparacağım. Gətirmişəm, indi də gətirmiş, indi utanır. Firəngiz dirsəni itələyir, Firəngizin dirsəni itələyir, Firəngiz gəzlərini yerə tikərək çiçəkləri verincə həmən çevrilib qaçırmış kimi demək gedirlər. Sağ olun, gedirlər. Oqtay Allah amanında deyil. Gəldi ikinci pərdənin demək qısa məzmunu. Demək, aktyorlar göstərdikləri tamaşa barədə qəzetdə dərc olunmuş rəyi bir yerdə oxuyurlar. Rəydə məlum olur ki, Oqtay əhatə edilən əksəriyyətdə istedadı olmadığı kimi aktyor peşəsinə də rəğbəti yoxdur. Tamaşa yalnız Oqtayın səyi, onun zəhmət hesabına başdır. Oqtay ilə Səmədin söhbətinə aydın olur ki, bu böyük aktyor xalqın xidməti hər şeydən demək uca tutur. Onun milli teatr yaratma məqsədindən uzaqlaşdırmaq mümkün deyil. Firəngiz məhəbbətini Oqtay etiraf edir. İkinci pərdədə Firəngiz məhəbbətini Oqtay etiraf edir. Oqtay onu gözləyən məhrumiyyətlərdən, yoxsulluqdan dönə-dönə danışır. Yəni, mən kasıb adamam, səni yaxşı yaşada bilməyəcəm və s. danışır. Firəngiz hər əziyyətə qatlaşmağa hazır olduğunu söyləyir. Oqtay Firəngizin inadkarlığı qarşısında sevgisini dilə gətirməli. Demək, qız çox belə məcbur edir və Oqtay da dilə gətirir ki, bəli, sən mən sevdiyin kimi, mən də səni demək sevirəm. Məcbur qalıb sevgisini dilə gətirir. Gəldi üçüncü pərdə yoldaşlar. Üçüncü pərdəyə baxaq burada. Demək, üçüncü pərdə. Nadia, axı sən məktub kitabının arasında nə üçün qoyursan ki, Aslan bəy tapsın? Demək, bu Nadia deyir ki, Firəngizin təbii ki, Oqtaya yazdığı məktubu Aslan bəy tapır. Firəngiz, Nadia, həmişə qoynunda gəzdirirdim, bircə dünəm. Nadia, hər halda Aslan bəy bugün Oqtaya çağırtdığımız deyir, əgər çağırtdırsam, dedikləri sözlərin hamısını bir Oqtayın üzünə deməlidir. Özü də qapının arxasından qulaq asacaqdır. Firəngiz, Nadia, sən o dəqiqəni görmüş olsaydın, özün də razı olmazdın. Of dediyim sözlər. Hətta onunla əbədi göz yaşlarına belə razı olduğumu söz verdim. İndi onunla hamısını danmaq. Nadia deyir, həyatın coşqun düşüncəni, həyatın coşub düşüncəni, iradəni etirazları təslim etdiyi vaxtlar olur. Belə bir halda sən də demişsən, indi anlayıb çəkilirsən. Yəni, Nadia Firəngizə demək istəyir ki, yəni sən o vaxt etiraz, yəni ürəyə qulaq asıb demişsən də, indi isə başa düşürsən ki, səhv eləmişsən və geri çəkilirsən. Firəngiz deyir, Nadia, mən onu görməzdən Allahımdan ölüm istərdim. Onun əziz baxışlar altına alçaq bir yalancı kimi qızarmaq, səni oynadırım, zarafat dedim, bilməm nələrə söyləmək, axı mən də bir insanım, axı onun da ürəyi vardır. Nadia, sanki hər sözün bir qanun imiş, 5 aydır onu görmürsən, 2 kəlmə söyləsən, bir də heç bir zaman ki, sən onu görməyəcəksən. Bu qısa müddəti zəhər də olsa. Firəngiz, valla zəhər tapsaydım içər, bu qədər tərəddüd etməzdim. Nadia, yaxşı ki, hələ atam bilmir. Yoxsa biz bu evdən ki, yəni bizi bu evdən köçürər, öldürər, məni də atamdır. Biz demək, Nadia'nın dilinə eşidirik yoldaşlar. Təkcə Nadia yox, eyni zamanda Nadia ilə bərabər Nadia'nın atası da, demək, hamısı, atası da, demək, bunlar bərabər yaşayır. Hamısının
öldürər. Firəncidir. Axı bunların hamısı nə üçündür? Sanki yoxsullar yaşamaq olmaz. Altıncı üzüksüz olsa yaxşıdır. Fəqət olmayanı qiyamət qopmaz ki, yəni ki, bir insan imkanlı olsa yaxşıdır, imkansız olsa da qiyamət qopmaz ki, nəticə gəlir. Onu sən atandan, qardaşından soruş. Firəngiz. Valla ürək sevən dünyalardan yaxşıdır. Sanki o Daniyar bəydən əskikdir. Of, mən onunla daha da xoşbəxt ola bilərəm. Bunu demək, burada görür ki, buna Daniyar bəy ərə vermək istəyirlər. Nadia, fəqət çarə nədir? Sən yəni bu paltarı dəyişmişsən. Axı qardaşın dediyi Firəngiz. Of, o məni belə görmək istəyirdi. Tikdirdim, bir daha görüşmədik. Barı bu gün, bu son görüşümüzdə Allah nə üçün məni qız yarattı. Təbii ki, burada qız olmasından da belə peşmançı hiss yaradır ki, Allah nə üçün məni qız yarattı. Gülgəz, Gülgəz Firəngizin anasıdır. Ay qız, atan gəlir. Bilmirəm, bu boynunu Allah sındırmış, yenə nə işdir? Bir çanak qanı götürüb başında gəzdirir. Gəl evlərin birində gizlər. Gəldi Nadia'gilin şeylərin tökdü həyatın ortasına. Had zamanda təbii ki, Gülgəzin həyat yoldaşı Firəngizin demək atasıdır. Allaha and olsun, kəfən salan boynuma cahad edərəm. Bütün dünyanı qıraram. Firəngiz getməyəcəm. Qoy gəlsin bir yolu öldürsün, qutarsın. Nadia, oy, mən qorxuram. Gülgəz, gəl sən Allah, bizə qana salma. Səni axtarır, Firəngizi aparırlar. Had zaman daxil olur. Had zaman. Hanı, bəs hanı qız olasan? Hanı o küçüyün balası? Gülgəz, ay kişi, evdə qonaq var, nişan gətirmişlər. İndi nə olmuş ki, Allah eləməmişəm. Had zaman, tüfüzsün zatınsa, namusu bas, namusu. 60 yaşım var, adıma güldən ağır bir söz demək deyilməyəm. Ağlıma mən gülmüşəm. İndi siz məni biabır etdiniz. Mənim qızım teatrlara, oyunbazxanalara getsin, xalq mənə təyənə vursun, itin balası it. Dağıdaram beynimə. Qanlı Rüstəm kimi hamımızı qıraram. Təbii ki, burada Qanlı Rüstəm deyərkən müsbət Fəxrəddin Rüstəmi nəzərdə tutur. Həmçinin biz burada görürük ki, had zaman dini xurafat pərdəsi altında bədəkdə dinə kör-körana ibadət xidmət edən zamanda xurafatın belə deyək də cənginə düşmüş bir insandır. Had zaman elə o namussuz qardaş deyilmi? Məni demək hamımızı qıraram. Gülgəz qorxaraq. Ay ki, vallah mən yazığın heç bir xəbəri yoxdur. Hər nə olsa o qardaşı, yəni qardaşı bilər. Had zamandır. Elə o namussuz qardaş deyilmi? Mənim başıma bu işləri gətirəm. Gəldi dayısı gəlir ki, oxusun. Bir də pul qoydum, sonra özü gəldi. Qız da oxusun. Sən də şeytan kimi girdi mənim qəlbimə. Filankəsin qızı filan oldu. Fit götürdü iki tarih kəsaltı da soxdu mənim evimə ki, təbii ki, burada tarih kəsaltı deyəndə o rusları nəzərdə tutur, Nadia dili nəzərdə tutur. Soxdu mənim evimə ki, bunlar da ona tərbiyə versinlər. Az qalın mənim boynumu bir bürünc xasta salasınız. Gülgəz deyir, açı, oxumağın sənə özün deyirsən ki, divan dərdə hörməti var, sözü var. Had zaman. O kişidir cəhənnəm, yəni oğlan aslan bir oxusa da olar da, yoxsa qız xeylə oxusun da, bir abır həyə ilə, yoxsa başarısız gəzmək, belə namussuzluq olar, yox görünür mən əvvəlki adam deyiləm, mənim kişiliyim qalmır. Bunların hamısının səbəbi sənsən, Mürdətin qızı, Mürdət, Gülgəzi hücum edərək. Aslan, yenə nə olmuş? Evdə qonaq var. Yəni Aslan gəldi ki, yenə nə olub? Evdə qonaq var. Nə vurdur, nə var? Azama. Zəhrimar var, dərd var, zəhkum var. Kafir ol kafir. Mənim qızımı ulu sevinə soxdunuz. Bəs deyil. İndi də qızımın sorağı bir par adamlar kimi qəmədiyələrdən gəlir. Az qalır ki, mənim boynuma bir xat salıb, başıma da bir ləçək bağlarsınız. Salaram kəfəni boynuma, cahad edərəm, qıraram bütün dünyanı. Aslan deyir, indi nə var ki, teatr bir fəna şey deyil, bir məktəb kimidir. Xalq oradan ibrət alır. Hətta məsciddən də müqəddəs bir yer. Təbii ki, bunu söz xatirinə deyir bu. Məsciddən müqəddəs bir yer ki, bu demokrat insandır, öncə qeyd etdiyim kimi. Yəni, bu ifadə artıq had zaman özündən coşdurur. Tufu sənin zatına, daha sənin sözüm yoxdur. Aslan, bəli, oradakı sözlər axundların sözlərindən daha yaxşıdır. Xalq görər, adam öldürməz. Az zaman. Deməli, oradakı oyunbazlar ki, hətta deyirlər ki, arvad tumanı geyirlər. O namussuzlar 70 il Allah kəlamı oxumuş axunlardan yaxşıdır. Hə? Qız xeylağı gedib o namussuz kişilərin rəngi üzlərinə baxsın. Aslan, arvad da kişi kimi bir insandır. Biz analarımızı çarşaf içində cəhalətdə saxlamışıq. Başqa millətlər, bir də axı mən bacımı gizlətsin. Bax, öz belə deyək də məqsədini öz dilindən etiraf edir ki, niyə görə bacıma mən qiymət verirəm, niyə görə teatrı məktəb deyirəm. Baxın. Deyir, axı mən bacımı gizləsəm, sabah qlava, qubernator, başqaları mənə bir vəhşi deyərlər, gülərlər. Məni bir qapdan girə bilmərəm. Ha zaman, vay kül mənim başıma, ey yer gör yardan pərverdigar. Ya məni öldür bu günləri görməyim, ya da baba, canım gözüm, nə istəyərsən? Sən daha mənim oğlum deyilsən. Verin mənim qızımı mənim əlimə, mən gedəcəm Kərbalaya. Daha mənə təngə gəldim. Dinim məzhəbim getdi, namusum getdi. Gəl yığışdır mənim müxəllifatımı gedir.
Gülgəz, ay balam, sən indi oğluna deyir ki, ay balam, sən nə deyirsən? Məscid Axund. Bunu bir dil deyir, yəni bir dil ilə başa sal, bir tərəfdə baxanda doğru deyir. Aslan, bütün bu şəhəri mən ağıllı bilir, çilen seçir. Bircə siz, odur da qızın gedib heç bir yerdə hörmət olmayan itin birisinə məktub yazıb. Gülgəz, sən ona aparmasaydın, o da yazmazdı. Aslan, yaxşı, yenə evdə otur, qılava filan buradadır. Bu dikarka paltarda bayra çıxmaya bilir. Yəni biz burada görürük ki, Aslan o qədər azğın bir insandır ki, anasının geyimini bilir, nöqsünü tapır ki, ana bu geyimdə çölə çıxma, yəni üst başını belə də cırcındırdı da, evdə imkan və hörmətli adamlar var. Anasına çölə çıxma imkan vermir. Gülgəz başını tərpədərək gedir. Nə da gəlir? Aslan bəy, Fərəngiz ağla, yalvarır ki, mümkünsə məni onunla görüşdürməsin. Aslan, axı onun bəhanəsini kəsmək üçün əlimdə bir fakt olmalıdır. Siz ona anladın ki, mən общественный adamam. Sabah bir ziyafət düzəltdim. Bir ziyalı kimi bacım olmalı, əri də olmalıdır. Hansı yaxşı? Desəm, bacım əri Rodovoy Dvoryanın Uprab əzası Международный kommersant Danyar bəy Qalaçxanov və ya onda nə deyim, какой bədbəxt nistoty yalki Razfar İndrus'un sözləri aktyor heç bir xeyri şeyə buraxmırlar. İt dəftərində adı yoxdur. Yəni desəm ki, Danyar bəy Qalaçxanovdur, yoxsa Oktaydır. Yəni bunların hansı yaxşıdır? Nə deyir? Hamısını demişəm, ancaq sözlərini danmaqdan utanır. Aslan gəlir. Mən onu sürgün elətdirirəm. Onu tapşırıram atasına. Yəni Oktaya sürgün elətdirəcəm, qızı tapşıracam atasına. Nə deyir? Oh, yoy. Deyir söylərəm, ancaq onu heç bir şey etməsin. Özümü öldürürəm. Aslan, mən onun üçün pul hazırlamışam. Razı salaram. Hər halda özüm qapının arxasından qulaq asacağam. Bir də bugün o gələcək. Danyar bəy nişancıya göndərilmiş. Stepan Vasilevs filan da gəlmir. Sizdən nişan gəlkən qız özü məclisə gəlirmi? Gəlirsə söylə o paltarları dəyişib rusçaları geyinsin. Ayıbdır, siz özünüz onunla gəlib qaydanı öyrədərsiniz. Nadia gedir, telefon zəng çalır, Danyar bəy zəng vurur. Danyar bəy, aha, Stepan Vasilevs dedi, buradadırlar, Oktay girir. Deyir, Danyar bəy общественный işlərinə sənin üçün böyük aporodur. Hə, dedi ki, Danyar bəy, indi burada, təbii ki, biz burada Aslanın Danyar bəydən telefonda danışdığını görürük. Hə, Aslan bəy oturun, indi burada bu anda telefon danışdığı anda demək Oktay gəlir. Aslan bəy oturun, Oktaya deyir ki, oturun. Siz isə belə soyuq deyir. Çalışırsınız, deyilmi? Deyirlər, çox gözəl işləyərsin. Teatr yaxşı şeydir. Oktay, vəzifəmiz və bazarımız budur. Aslan, nə üçün daha da tərəqqi gedir? Oktay, tərəqqi etməmək yaşamamaq deməkdir. İndi səhnəmiz gəncdir. Aktyor yox, əsər yox. Hər kəsin kömək olsa bir şey etmək olar. Aslan, təbii ki, kömək etmək hər kəsin borcudur. Çünki teatr bir məktəbdir. Oktay, teatr bir məktəb bəlkə də demək olar. Fəqət bir sənət məbədi kimi o daha yüksəkdir. Nəysə, Aslan, İş burasındadır ki, mənim əlimdə bir məktub keçmişdir ki, altında siz imza etmişsiniz və bacıma göndərmişsiniz. Oktay, bəli yazmışam. Aslan, o məktubdan görürüm ki, güya o da sizə məktub yazmış. Onlar lütfən mənə verərsinizmi? Oktay deyir, yox. Aslan, ne üçün? Çünki nə sizdədir, nə də sizdən. Yəni, nə sən yazmırsan, nə də sənə yazılır. O məktub mən sənə niyə verməliyəm ki? Aslan deyir, siz mənim qardaşlıq haqqımı unutmayın. Oktay, hələ o halda o haqqınızı, hər halda o haqqınız mənə qarşı deyildir. Yəni, qardaşlıq haqqı bacına qarşıdır. Mənə niyə deyirsən? Aslan, mən bilirəm ki, ən sonunda siz məndən razı qalacaqsınız fəqət. Oktay, məktəb yiyəsi hürriyyət nisvançı bir adamın bacısıdır. Bu bir, lüzum görürlərsə özü söyləyə bilər. Bu iki, hürriyyət nisvan təcrübəsi bir qızın. Hər halda mən avamlarkən tapanca ilə danışmıram, Aslan deyir. Fəqət bir ziyalı kimi sizi məhkəməyə edər, Sibirə göndərə bilərəm. Oktay, məni qorxuda bilməzsiniz. Başqa sözünüz varsa söylə. Aslan, qorxmarsınız, amma gizlədirsiniz. Bu nə deməkdir? Oktay, bu deməkdir ki, könüllülər sevilərkən dəllallar susmalıdır. Yəni, mən və bacım bir-birini seviriksə, sənə ehtiyac yoxdur. Onlara lüzum yoxdur. Aslan, mən təkrar edirəm ki, siz mənlə hər bir şeyi söyləməzsiniz. Oktay, lüzum görürlərsə özü söylə bilər. Aslan, o sizə heç bir şey deməmiş. Siz bir naxal kimi ona rahatlıq vermirsiniz. Oktay, Aslan bəy, mən sizinlə çox görüşməmiş, danışmamışam. Çünki siz böyük adamlar bizi zəhmətinə qarşı hər kəsdən təhqir görən zavallı, əxlaqsız aktyorlar. Fəqət eşitdiklərini bilirəm ki, siz sinovlardan başqa bir şey deyilsiniz. Hər halda bir sinov, Aslan deyir. Oktay, şübhəsiz bu sözlər iftixar edə bilərsiniz. Fəqət məncə onun mənası bilirsiniz nədir? Bir heç. Yəni mənim üçün sinov mənası bir heçdir. Aslan, mən sabah qubernator müraciət edər, sizi həbs etdirər, sürgün etdirərəm. Siz məni yaxşı tanıyırsınız. Mən Uprab əzası. Oktay, mən sabah da söyləyərəm ki, sizin mənim üçün bir mənalı əhəmiyyətiniz varsa, o da ancaq bir heç. Nə az, nə də çox. Aslan,
Çox gözəl görərik. Gedə bilərsən. Bir də mənim bacımın adını çəksəniz bütün Avropaya. Oqtay, mən Avropalı deyiləm, olmaq da istəmirəm. İnsan könlü kimsənin qəyyumluğunu qəbul etməz. Aslan, o sizi tanımaq istəmirkən aldadaraq. Oqtay, yalan deyirsiniz, mən bunu özünü eşitmək istəyirəm. Aslan, mən avam fanatik bir kəndə deyiləm, bir ziyalı kimi çağıra bilərəm, fəqət sizi qızartmaq istəmirəm. Oqtay, kimin daha çox qızaracağını şübhəlidir. Aslan, çox yaxşı, gedir firəngi çıxır, uzun bir sükutdan sonra. Oqtay, firəngi, söylə yavrum, indi artıq mənim bütün gələcəyim, varlığım, yoxum sənə, sənin hər bir sözünə bağlıdır. İndi sən mənim talimim, hakimsən, son söz sənindir, yavrum söylə. Firəngiz, Oqtay, mən sizə göndərdiyim məktubları lütfən qaytarılmasını rica edirəm. Oqtay, zaten bu cansız kağız parçaların heç bir əhəmiyyəti yoxdur. Onlarla azad bir könül zorlanmaz. Fəqət nə üçün? Firəngiz deyir, siz mənim sizə qarşı səmimiyyətimi başqa cür düşünürsünüz. Yəni, mən sizə bir aktyor kimi sevmişəm, siz elə bilirsiniz ki, mən sizi başqa cür sevirəm. Oqtay, diksinərək və getdikcə hisslənərək, başqa cürmü? O, başqa cür, nə cür? Firəngiz, mən adətən bir aktyor kimi, bir sənətkar kimi sizi sevirdim. Fəqət bu kimsəyə heç bir şey üçün haqq verməz. Oqtay, sirinlə haqq verməz, bəli, sonra bir aktyor kimi sevirsiniz, sonra Firəngiz. Siz özünü deyirdiniz və bilirdiniz ki, Rus aktyorların hər gün qızlar kağız yazdılar. Bu demək deyil ki, hamısı onu başqa cür sevir. Oqtay, Firəngiz, axı bir mənə anlat ki, sən nəsən, nə? Allah eşqini anlat ki, bu qanlı komediyaların, bu günün faciələrin, bu müthiş müəmmaların əsl mənası nədir, nə? Yəni, nə üçün sən özünü belə aparırsan? Zavallı ürəkləri telpətil didib parçalayan bu məzun baxışlar, tam 3 il sanki ilahi bir eşqin gözəlliklərinə oxşayan xəyali mahnılar 3 ildir bunlar bir-birini sevirlər. Sarsılma qüvvələri sarsıdan, yorğun qollar qüvvətlərin bu dadlı ümidlər, bir qızın yanaqlarını öpən, qucan bu məsum qızartılar, bu qızartılar öpən zəif bir göz yaşları, bu istirablar, üzüntülər, hamısı qanlı bir əyləncə, qara bir yalan, bir oyuncaq, bir cəhənnəm, hamısı bir aktrisanın səhnə göstərib süni hərəkətlərin ibarəti idi. Yəni, bunlar hamısı sünidirmi? Bunlar hamısı demək sünidirmi? Süni hərəkətlərin ibarət etmə, Firəngiz. Siz həmişə deyirdiniz ki, orada hər şey həqiqət deyil. Sözlər, hərəkətlər, eşqlər, hətta insanlar belə süni oldu. Yəni, səhnədə sünidir, təbii bir şey deyil. Hətta özünüz belə gördüyünüz kimi olmadığınızı demirdinizmi? Neysin bizə mənim sözlərim süni olmasın, həqiqət düşünülsün, Oqtay. Süni, orada hər şey süni, fəqət mənim ürəyim o süni deyildi. O isə bir ideal, böyük, pak bir eşqlə çarpırdı. Fəqət sən canlı bir insan taxta bir oyuncaq kimi oynatmaq, sevinci yazıq bir ürək, saxsı bir kukla kimi atıb tutmaq, çamurlarla çırpıb təkcə parçalamaq, mənim talihim, həyatım, gələcəyimə yırtıcı pələnglər quzularla etdiyi kimi əylənmək, gülmək, yox, sən o zaman süni deyildin. Evza pərvərdigarım, yox, ey kobud və anlaşılmaz sənətkar. Bu sözlər ki, bir barmaq sümüyün arxasından cəhənnəm kimi coşan mənəvi bir həyatı görmürsə, neçin yaratdır? Neçin mən o zaman karnın bıçağı ilə bu közü parçalayıb bu həqiqəti kəstirmədim. Həqiqət, and istəyirəm onun yoxluğuna ki, bu gündən onu axtaracaq və varsa tapacağım. Aslan, məsələ aydındır, şübhəsiz siz yanılmışsınız, fəqət utanmayın, gənclikdir. Hər halda xidməti üçün siz sevirik. Onlar kimi həyatda yuvarlanmış, cansız doğusu bir yığın əski parçalarını tapındıran, yüksək bir eşqi alçaq bir oyuncağa çevirən, 3 ildə 2 söz deməkdən utanan məsum bir qızı, yavrunu, qramofonlar kimi, yəni musiqi alətləri kimi söylədən budur, bu yəni puldur. Düşünən beyinlər, çarpınan ürəklər bunlara satılır. Fəqət nə üçün? Bəli, mənim pulum yox, altınım yox. Fəqət bunlara qarşı mənəvi varlığım, döyünən ürəyim, yorulmaz qollarım, sarsılma qüvvətim var idi. Mən bir aslan kimi çarpışarkən bir yırtıcı çıxdı və onların hamısını çeynədi, qırdı, tökdü, tapıladı. İndi mən bu sarsılmış qüvvət, bu sönük ruh, ölçün ürəklə nə edə biləcəyəm? Nə? Fəqət yeriyəcəm. Həm də qarşımda bir yol qalmış ki, o da intiqam. Aslan, siz kimdən intiqam alacaqsınız, Oqtay? Hər halda intiqam sizdən. Cansız, duyğusuz, varat nəqli odun parçalarından olmayacaq. Təbii ki, burada Oqtay Aslanı varat nəqli Çinovnik adlandırır və onu deyir ki, yəni sən heçsən, sən nəsən ki, mən səndən intiqam alım. Siz bu intiqam hədəfindən çox aşağısınız. Sizdən mühit intiqam alacaqdır. Çünki siz bir heçsiniz. Məqsədiniz mənsəb, diləyiniz pul, işləriniz də özgələrindən meymunlar kimi çoxbucası alınmış bir moda. Fəqət mühit irəlilər. Çəkmə çox zaman ki, tali ilə oynadığı bu zavallı xalq
özü əməlpərvər gənclər, səmimi idealçılar, böyük qəhrəmanlar mübarizə yetirəcək, mühit sizə irəliləyəcək və gərəksiz əski parçalar kimi işıqlıqda, qaranlıqlar, aydınlıqla kölgələr deyə diri ikən tarixin tarixlərinə atacaqdır. Aslan, siz aydın demirsiniz, siz kimdən intiqam alacaqsınız? Oqtay, kimdən? Özümdən, öz eşqimdən, öz taliyimdən, öz idealımdan, öz tanrımdan, həyatdan, mühitdən, gələcəkdən, həqiqətin yoxluğundan. Mən olacağam ki, bundan sonra ola biləcəyim və olacağım bir səfil. Həm də sadə bir səfil yox, səfillər padşahı. Budur mənim intiqamım. Əlindəki pulları bütün qüvvəsi aslan böyüzünə çırpır, son bir baxışla gözlərin yeri dikmiş, frəngizi süzərək dönüb gedir. Nadia aslan arxasında çıxır. Frəngiz qapıya yaxınlaşıb dayanır və məsum-məsum baxırkən içəridən oxuyurlar. Səs gəlir. Mən aşıq nə eləyim sənə, düşübdür meylim sənə. Mən dönsəm üzüm dönsün, sən dönsən nə eləyim sənə. Balam, ağlını alım. Frəngiz baxır, birdən üzünü örtüb bərkdən ağlayaraq divan üzərinə atılır və boğulurcasına ağlayırkən. Belə yoldaşlar, növbəti bunun adi isə növbəti ikinci video zaxtı olacaq. Diqqətinizə görə təşəkkür edirəm.